dərsimizdə sizə mərkəz sertifikatlarının kompüterə yüklənilməsi və onlardan istifadə haqqında əsas məlumatları verəcəm. Mərkəz sertifikatı bizə nə üçün lazımdır? Siz hər bir sənədi elektron imzalayıcı proqramla imzalamaq üçün mərkəz sertifikatlardan istifadə edirsiniz. Bunun üçün siz yenidən elektron imza data saytında elektron imzadan istifadədə tələb olunan proqramlar bölməsinə gəldikdə bu cür mənzərə ilə qarşılaşırsınız. Biz artıq driverləri yükləmişik və bu hissələrin yüklənmə prosesini keçən dərsimizdə göstərmişik. Mərkəz sertifikatları bölməsinin əsas hissəsi Azroot Authority sertifikatıdır ki, bunu yükləmək üçün sadəcə olaraq HTTP bölməsinə basaraq bu sertifikatı yükləmiş olursunuz. Gördüyünüz kimi mənim kompüterimdə bu sertifikatlar vardır. Yükləmək üçün 2 dəfə üzərinə klik etdikdən sonra Windows sizə təhlükə elanı verir ki, qəbul edirsiniz və açmaq düyməsini basdıqdan sonra indi isə biz sertifikatın yüklənmə prosesinə başlaya bilərik. Install Certificate basandan sonra biz birinci hissəyə daxil oluruq. Siz burada sertifikatın yerləşməsini sadəcə olaraq bu user üçün və yaxud da ki, kompüterdə olan bütün userlər üçün sertifikatın yüklənmə prosesini seçə bilərsiniz. Next düyməsini basdıqdan sonra burada ikinci hissəni seçdikdən sonra biz Browse düyməsini basmaqla Trusted Root Certification Authority seçirik və OK düyməsini basdıqdan sonra yenidən Next düyməsinə klik edirik. Artıq gördüyünüz kimi burada bir xülasə görürsünüz və Finish düyməsini basdıqdan sonra artıq budur. Biz mərkəz sertifikatını uğurla yükləmiş olduq. Siz digər sertifikatları da bu metodla yükləyə bilərsiniz. Bu dərsimizdə sizə elektron imza bölməsindən mərkəz sertifikatlarının yüklənilməsi və istifadəsi üçün əsas məlumatları verdik. Gələn dərslərimizdə görüşənə qədər.